Rəcəb ayının hər gün oruç tutmaq savabdır. Amma bu ayın içində ən fəzilətli günlərdən biridir ki, bu günü oruç tutun deyirlər. 13-ü, 14-ü və 15-i. Və 15-ci günü zöhür azanına az qalmış bir qüsl alın. Hədis belə deyir. 3 gün oruç tutursuz, 13-ü, 14-ü, 15-i. Və bu əməlin faydası, belə deyim də, bəlkə də bir ölünü diriltməz. Hədisdə belə qeyd olunur. Mühüm hacətin olsa, mühüm istəyin olsa, özün üçün həll olunmayan bir müşkül kimi bir şey görsən, buyurur ki, bu günü oruç tutun, 13, 14, 15, 15-ci günün zöhr azanından biraz qabaq bir qüsl alın. Və sonra zöhr azanından da biraz qabaq 8 rəkət namaz qılın. Onun birinci rəkətində, yəni 8 rəkət 4 ədəd 2 rəkət misalında. Elə əyyamul biz namazı niyyəti ilə qılacaqsınız onu, əgər qılacaqsınızsa. Onun birinci 2 rəkətində, birinci rəkətdə kafirun, ikinci rəkətdə də Qul huvallahu əhəd, İxlas surəsini oxuyacaqsınız. Qalan 3 ədəd 2 rəkətlərdə istədiyiniz qısa surələri də oxuya bilərsiniz. Bununla da əməl tamamlanmış olacaq və sonra hacətinizi istəyin. 8 rəkət qıldınız, qalxıb zöhür namazını qılacaqsınız. Zöhür namazını vacibi qılacaqsınız. Zöhürü bitirdiniz, sonra bir ədəd yenə eyni qaydada 8 rəkət namaz qılacaqsınız. Ondan sonra əsli qılacaqsınız və Allahdan istədiyinizi istəyəcəksiniz. Ümid edirəm ki, Allah Teala bu əməli icra eləyənlərdən ali dərəcədə qəbul etmiş olsun.